Cavan olan sizi kim əsəbləşdirir? Biz niyə elə belə ciddi baxırsınız mənə? Artıq mənə baxana izləyirəm. Yanınızdakılar deyəcək gəlməyib əsəbləşmişsiniz. Ya da kimsə keçikib istifadəsiz. Mən də haçansa xəstə idim. Amma sonra onu siz xəstə elədiniz. Nə günə qoydunuz adamı? Biz de üzülürüm. Deyirəm vaxtında getmişəm. İndi bir dəlinin əzabını çəkir. İki dəli yan-yana gələrmişim, qızım olur. Qızım, necəsən? Sən də nişan alıb, evlənməmişsən. Hə, eləmə gələn, toy gecəsinə də nə apararsan ki? Aşkın pambığı tökdün sana. Mənim ürəyimsən, çox sağ ol. Teşekkür ederim. Ağız düz seçmişsən, sonra mənim kimi bir abla olmayasın. Cavan oğlan, teşekkür ederim. Maşallah sana. Nənə, maşallah. Muskullarım da var. 2005-ci konsertim bu gecə. Allah rəhmət eləsin, Naimi xanım Meyvəmmədli idi yanımda. Və illər boyu konsertlərdə yanımda oldu. Bugün ruhu şaddır çünki Fərid kimi bir bəstəkar, bir dostum, bir musiqçi, bir müəllimlə çalışıram. Ona görə də zarafatının ciddi yerinə gəlib, ona demək istəyirəm ki, sağlam ol, ölmə. Çünki mənim sənə ehtiyacım var. Zəhmət oldu, dəli olursunuz onun ama ölməyin. O da bəlkə də mən ona dəli eləmişəm.